إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, əziz dəyərli müsəlmanlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir, tövsiyəsidir. Buyurur ki, öz kəlamında, biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik səhih ədəb və əxlaq mövzusunda olan risaləni, hansı ki Şeyx Albani Rahimullah'ın kitablarından seçilib, tərtib edilib və bugün müəllif yeni bir fəslə keçəcək və ədəb mövzusunda sonuncu fəsildir. Sonra isə əxlaqla bağlı mövzulara toxunacaq. O da cənazə ilə bağlı ədəblərdir. Ədəbül cənaiz. Cənazə ilə bağlı ədəblərdir və bir neçə fəslə bölüb. Və cənazə ilə bağlı ədəblər adlı bu fəsildə Əbu Hurayra radiyallahu anh'ın hədisinə toxunur. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, əsri'u bil cənazə. Cənazəni tələstirin, yəni tez aparın. Fə intəku salihətən fə xeyrun tuqaddimunəhə. Əgər salih olsa, yəni vəfat etmiş salihdirsə, onu xeyrə tələstirirsiniz, yəni xeyrə aparırsınız. Və in yəku sivə zəlik. Əgər başqa bir şeydirsə, ذَٰلِكَ وَاِنْ يَكُنْ سِوَ ذَٰلِكَ فَشَرٌ تَدَعُونَهُ عَنْ رِقَابِكُمْ. Əgər başqa bir şeydirsə, onda çiyinlərinizdən atacağınız bir şərdir. Yəni, şəri çiyinlərinizdən atırsınız. Xeyrə tələstirirsiniz dedikdə, yəni onu xeyrə doğru aparırsınız deməkdir. Və çiyinlərinizdən atırsınız deməyi sallallahu aleyhi və səlləm demək istəyir ki, onun şərindən və ya heç bir xeyr olmayandan rahatlanırsınız, yəni rahat olursunuz. Bu hədis, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql edilib bizə cənazə ilə bağlı ədəbi öyrədir. Yəni, bəzi ədəbləri öyrədir. Deməsi ki, sallallahu aleyhi və səlləm əsri'u bil cənazə. Cənazəni tələstirin. Bu əmirdir və şəriətin hikmətindəndir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu əmr etməklə vurğulayıb nə üçün cənazəni tələstirmək lazımdır. Yəni, cənazənin dəfnini əslində Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edir ki, dəfni tezləşdirin. Cənazəni tələsdirin, yəni dəfni tezləşdirin. Əgər salihdirsə, vəfat etmiş, onu xeyrə tələstirirsiniz, yəni ona xeyr təqdim edirsiniz. Yəni onu gözləyən, xeyri ona çatdırırsınız və ya onu xeyrə çatdırırsınız. Əgər bundan başqasıdırsa, onda çiyinlərinizdən atdığınız bir şərdir və ya bir şəri çiyinlərinizdən atırsınız. Ona görə bəzi alimlər deyiblər ki, sünnədir ki, cənazəni apararkən onu surətli aparmaq, yəni gəzə aparmaq və surətli bir şəkildə aparmaq. Lakin, surətli şəkildə aparmaq dedikdə, qəsd olunan odur ki, elə aparın ki, cənazə rahat geçsin. Yəni, cənazəni dağılma ehtimalı, yıxılma ehtimalı, əldən düşmə ehtimalı varsa, o cür surətli getmək icazəli deyil. Əksinə, surətli dedikdə, yəni, elə bir şəkildə ki, cənazəyə zərər toxunmasın. Və cənazəni daşımaq farz-ı kifayədir. Yəni, bir dəstə insan əgər cənazəni daşıyacaqsa, digərlərinin üzərindən onun öhdəliyi düşür. Və deyiblər ki, alimlər, cənazəni apararkən onu alçaldıcı bir şəkildə aparmaq icazəli deyil. Və ya apardıqda cənazənin yıxılma ehtimalı varsa, o cür aparmaq icazəli deyil, qadağadır. Və gəlib sünnədəki cənazəni kişilər daşımalıdır. Yəni, qadınlar daşımamalıdır. Hətta vəfat etmiş qadın olsa belə. Onu kişilər daşıyır. Ne üçün? Çünki kişilər daha qüvvətlidir. Qadınlar isə zəifdirlər bu məsələdə. Ona görə əmr olunub ki, cənazəni daşıyan, son mənzilə çatdıran kişilər olmalıdır. Və qadınların
daşımamasının əsas səbəbi kimi deyirlər ki, həm zəifdilər, həm də ehtimal oluna bilər ki, qadının hörməti saxlanılsın deyə, yəni qadının libası, üzərində olan paltarı açılma ehtimalı var deyə qadınlar daşımır cənazəni. Onlara cənazə daşımaq əmr olunmuyor. Bu öhdəlik kişilərə verilib. Və deyir ki, müəllif, bu zikr etdiklərim hamısı göstərir ki, cənazəni daşımaq və daşıyarkən gəzərək aparmaq sünnədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir və sünnədəndir ki, onu sürətlə aparasan, yəni tələsdirəsən cənazəni aparmaqda. Və hədisdən məqsəd, necə ki, cümhur alimlər vurğulayıb və doğru olan da budur ki, cənazə dəfn yerinə sürətlə aparılmalıdır. Yəni, cənazənin dəfni gecikdirilməməlidir. Və nəql edilib, necə ki, Qadi Əyyaddan və başqalarından nəql edilib ki, burada cənazəni tələsdirmək dedikdə, əgər onun ölmə ehtimalı varsa, yəni bir insanın ölmə ehtimalı varsa, ona hazırlığı tələsmək. Bəzi alimlərdən cənazəni tələsdirmək dedikdə bu nəql olunub. Lakin bu söz doğru deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisində gələn qəsdi deyil, ondan uzaq bir rəydir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm sözünün davamı buna dəlalət edir ki, burada cənazəni dəfn yerinə tələsdirməyə qəsd olunur. Çünki deyir ki, fəşərrun tadaunahu an riqabikum. Çiyinlərinizdən atacağınız və ya çiyinlərinizdən qoyacağınız bir şərdir. Yəni, çiyinlərinizdən atırsınız ona. Və gəlib bəzi sələflərdən ki, onlar cənazəni apararkən onu tələsdirməyi bəyənməyiblər. Və deyiblər ki, alimlər, onların bəyənməməsi ehtimalı ola bilsin ki, cənazənin tələsdirdikdə cənazənin aşma ehtimalını qəsd ediblər. Yəni, cənazənin aşması, dağılması ehtimalı varsa, bu səbəbdən sələflər bəyənməyiblər onu sürətli aparmağı. Yoxsa ki, sünnə cənazəni daşıyarkən sürətli aparmaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, fəşərrun tədaunahu an riqabikum. Çiyinlərinizdən atdığınız bir şərdir. Mənası odur ki, o insan əgər salih deyilsə, Allahın rəhmətindən uzaq biridirsə, onda məsləhət yoxdur sizin üçün onu ilə yoldaşlıq etməyə. Onda məsləhət yoxdur sizin onunla yoldaşlıq etməyə. Baxmayaraq vəfat edib. Ona görə alimlər deyiblər ki, buradan götürülür ki, əgər dost, yoldaş pisdirsə və ya avaradırsa və ya boş işlərlə məşğul olmaqdırsa, salih deyilsə, onlarla oturub durulmur. Əgər vəfat etmişlə belə rəftar olunursa, sağ olub fayda olmayan insanla və ya fəsad əhli olan biri ilə, salih olmayan biri ilə oturub durmağın da heç bir xeyri yoxdur insanlar üçün. Ona görə onlardan uzaq olması çiyinlərindən şəri atmaqdır. Ona görə hədisdən çıxan faydalara baxsaq, görərik ki, ən birinci Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədislərindən görsənir ki, cənazənin hazırlanması və dəfnə aparılması sünnədir ki, tələsdirilsin, gecikdirilməsin. Həmçinin cənazənin gecikdirilməsi cinayətdir. Yəni, vəfat etmiş şəxsə qarşı edilən bir cinayətdir, haqsızlıqdır. Çünki onun gecikdirilməsi maniyədir Allah Taala'nın onun üçün hazırladığı nemətlərə qovuşmağa. Yəni, ola bilsin ki, Allah Taala salihdirsə, onun üçün hazırladığı nemətlərə onu qovuşturmağı gecikdirirsən, onun dəfnini gecikdirməklə. Həmçinin fikir versək hədisdən çıxan faydalardan, Peyğəmbər sallallahu aleyhi və səlləmin istifadə etdiyi ləfslər ən mükəmməl ləfslərdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm pis başa düşüləcək ləfsləri açıq aydın birbaşa sözlərlə istifadə etməyib. Fikir versək deyir ki, in təku siva zəlik. Əgər bundan başqasıdırsa, deməyib ki, əgər fasiddirsə və ya fasiqdirsə, deyir, əgər bundan başqasıdırsa, yəni salih deyilsə, bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin ədəbidir, peyğəmbərlik mənhəcidir, hansı ki, o yola tabi olunmalıdır. O cür ədəblə, əxlaqla, insan əxlaqlanmalıdır. Həmçinin hədisdən çıxan faydalardan bəzi insanların etdiyinə rədd var bu hədislərdə. Necə ki, bəzi insanlar təəssüf olsun ki,
yaxınlarından kimsə vəfat etdikdə gözləyirlər ki, yaxın qohumlarından və ya uzaq qohumlarından uzaqda olanlar gəlib çıxsın, sonra dəfn etsinlər. Və müddət bəzən görürsən ki, uzadılır. Bir gün, bəzən 2 gün, bəzən günlərlə. Bu da, necə dedik, vəfat etmiş şəxsə qarşı cinayətdir, onun haqqına girməkdir. Həmçinin asilikdir rəhmana Allah Teala'ya, eləcə də onun Peyğəmbərinə. Çünki bu açıq aydın Peyğəmbərin sünnəsinə müxalif bir əməldir. Sonra müəllif yenə cənazə ilə bağlı başqa bir fəslə keçir. Deyir ki, istihbəb təkthirul musallin aləl cənazə və cə'alus sufuf thələthətə fə əksər. Cənazədə, yəni cənazə namazında cənazə namazı qılanların sayının çoxaldılmasının müstəhəb olması, yəni sünnə olması və cənazədə iştirak edənlərin səhvlərinin 3-dən artıq olması. Yəni bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin ədəbindəndir. Və bu fəsildə də 2 hədisə toxunub. Ən birincisi Ayşə radiyallahu anhənin hədisi deyir ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm vurğuladı ki, Mə min meyyitin yusalli aleyhi ummə minəl muslimin yəbluğuna miyə kulluhum yəşfə'unə ləhu illə şüffi'u fihim. Deyir ki, elə bir meyit yoxdur, yəni elə bir vəfat etmiş yoxdur ki, ona müsəlmanlardan bir dəstə, sayları 100-ə çatan bir dəstə cənazə namazı qılsınlar və onun üçün şəfaət istəsinlər, onların şəfaəti qəbul olunur. Yəni Allah Teala onlardan şəfaətlərini, ölən kəs üçün şəfaətlərini qəbul edər. Əgər sayları 100-ə çatacaq saydısa. Digər hədisdə isə İbn Abbas radiyallahu anhu deyir ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Mə min raculun muslimin yamut. Elə bir müsəlman kişi yoxdur ki, vəfat etsin. Fəyəqum alə cənazəti ərbə'unə raculan la yüşrikuna billahi şeyə illə şəffə'əhumullah fi. Onun cənazəsinə Allah'a şərik qoşmayan 40 nəfər durarsa, yəni cənazə namazının təvhid əhlindən 40 nəfər qılarsa, Allah Teala onları onun üçün şəfaətçi edər. Və hədislərin hər ikisi dəlildir ki, vəfat etmiş kəs üçün cənazəsini qıldırmaq üçün insanların sayının çox olması və sayı çoxaltmaq onun üçün şəfaətçi olmaq üçün daha ümidvericidir. Və hədisdə gəlir ki, Ayşə radiyallahu anhə deyir ki, müsəlmanlardan və ya insanlardan sayları 100-ə çatan bir dəstə əgər şəfaətçi olacaqlarsa onun üçün, yəni dua edəcəklərsə onun üçün, cənazə namazını qıldıqda şəfaətçi olacaqlarsa, yəni dua edəcəklərsə, Allah Teala onların şəfaətini qəbul edəcək onun üçün. Yəni onların duasını qəbul edəcək və şəfaətini qəbul edəcək. Və məlumdur ki, namaz qılanlar cənazədə Allah Teala'dan şəfaət istəyirlər ölən kəs. Bu, vəfat etmiş kəs üçün. Ne üçün? Çünki onlar Allah Teala'dan onun bağışlanmasını istəyirlər. Allah Teala'nın ona rəhm etməsini istəyirlər. Və vəfat etmiş üçün dua etmək cənazə namazında ən vacib məsələlərdən biridir. Cənazə namazında əksinə bəzi alimlər deyiblər ki, cənazə namazında dua rukundur. Hansı ki, onsuz cənazə namazı düzgün sayılmır. Yalnız bu duadan qabaq edilən dualar istisna. Həmçinin İbn Abbasın hədisi dəlalət edir ki, əgər 40 kişi, yəni müsəlmanlardan 40 kişi, hansılar ki, Allah Teala'ya şərik qoşmurlar, yəni təvhid əhlidirlər, Allahdan ölən üçün şəfaət istəsələr, yəni dua etsələr, Allah Teala onların şəfaətlərini qəbul edər, yəni onların dualarını qəbul edər. Bu da mömin üçün bir müjdədir ki, cənazəsində onun üçün təvhid əhli əgər şəfaət etsə, Allah Teala onların şəfaətini qəbul edər. Bütün bu hədislər dəlalət edir ki, cənazədə sayın çox olması daha əfsəldir. Ona görə də bəzi məscidlərdə, necə ki, görürük, İnsanlar eşidəndə ki, cənazə namazı olacaq, digər məscidlərdən də ora axın edilir. Ona görə də məscidin imamı əgər bilsə ki, namaza gecikənlər var, cənazəyə qatılmaq üçün gələnlər var, yaxşı olar ki, gözləsin, onlar namazı bitirdikdən sonra cənazə namazını qılırsın. Yəni, həmən özü namazı bitirəndən sonra qalxıb cənazə namazını tələsik qılmasın. Gözləsin ki, insanlar cəm olsun ki,
cənazədə iştirak edənlərin sayı çox olsun ki, vəfat etmiş şəxs üçün şəfaətçi olsunlar. Yəni onlar cəm olmağı və yığışmağı vəfat etmiş şəxs üçün daha faydalıdır. Çünki hər birinin duası onun üçün faydadır, əgər Allah Taala qəbul edəcəksə. Ona görə də ola bilsin ki, onların içərisindən bir insan olsun ki, hansı ki, dua etsin, Allah Taala məhz onun duasını qəbul etsin. Ona görə vəfat etmiş şəxsə rəhm etsin, onu bağışlasın. Ona görə də yaxşı olar ki, gözləsin və əgər gedikənlər varsa, onların namazını bitirib qoşulmağına diqqət etsin ki, cəmaatın sayı cənazə namazında daha çox olsun. Və əfsəl olan da budur, həmən qalxıb cənazə namazını qılmağından daha yaxşıdır vəfat etmiş şəxs üçün və müvəffəq edən də Allah Taaladır. Və hədisdən çıxan faydalara baxsaq görərik ki, bəzi alimlər bu hədisləri zikr edəndə vurğulayırlar ki, əfsəldir ki, səhvlərin sayı çox olsun cənazə namazında və deyiblər ki, ən əfsəli odur ki, 3 səhv və daha artıq olsun. Eləcə də faydalardan təvhidi həyata keçirməyin əhəmiyyəti vurğulanır bu hədislərdə. Göstərir ki, təvhid əhli Allaha şərik qoşmamaq səbəbdir müsəlmanın və ya insanın şəfaəti Allah tərəfindən qəbul edilsin. Həmçinin də hədis dəlildir ki, müsəlman şəfaət edə biləcək öz qardaşı üçün, əgər Allah Taala izin verəcəksə. Həmçinin bu fəsildə sonuncu fəsilə keçir müəllif cənazə ilə bağlı. Deyir ki, Sənəun nəs aləl-meyyit. İnsanların vəfat etmişə təriflər deməsi və ya vəfat etmiş kəs haqda yaxşı söz və ya pis söz demələri. Və hədis də Ənəs ibn Məlik radiyallahu anhunun hədisidir. Deyir ki, marru bi cənazətin. Bir cənazə ilə keçdilər. Yəni Peyğəmbər s.ə.v-in yanından fəətnəv aleyhi xeyra. Və onun haqda insanlar yaxşı söz dedilər, xeyirli söz dedilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, vacəbət, vacib oldu. Thumma marru bi uxra. Sonra başqa bir cənazə ilə keçdilər. Fəətnəv aleyhi şərra. Lakin onun haqda pis söz dedilər. Yəni şər dedilər, pis söz dedilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, vacib oldu. Və Ömər ibn Xattab radiyallahu anhu dedi ki, mə vacəbət, nə vacib oldu? Dedi ki, sallallahu aleyhi və səlləm, hədə ətnəytum aleyhi xeyra. Bunun haqda xeyr söylədiniz. Fəvəcəbət ləhul cənnə. Ona cənnət vacib oldu. Və hədə ətnəytum aleyhi şərra. Bunun haqda şər söz dediniz, yəni pis söz dediniz. Vəcəbət ləhul nər. Ona od vacib oldu. Əntum şühədəullahi fil ard. Siz Allahın yer üzərindəki şahidlərisiz. Və ikinci hədis də Əbul Əsvaddan, radiyallahu anhudan, rahiməllahdan, deyir ki, qadimtul Mədinə, Mədinəyə gəldim. Fəcələsdə ilə Ömər ibn Xattab. Ömər ibn Xattab radiyallahu anhunun yanında oturdum. Fəmarrat bihim cənazə. Onların yanından bir cənazə keçdi. Fəuthniyə alə sahibihə xeyra. O cənazə sahibinə, yəni vəfat etmiş haqda xeyr söz söylənirdi. Yəni insanlar xeyirli söz söylədilər. Qalə Ömər vacəbət. Ömər radiyallahu anhu dedi ki, vacib oldu. Thumma murra bi uxra. Fəuthni alə sahibihə xeyr. Sonra digəri keçdi. Yəni ikincisi keçdi. İkinci cənazə keçdi. Onun haqda da insanlar xeyr söylədilər. Fəqalə Ömər vacəbət. Ömər dedi ki, vacib oldu. Thumma murra bi thəlith. Sonra üçüncü keçdi. Fəuthni alə sahibihə şərra. Sonra insanlar onun haqda, üçüncü haqda pis söz söylədilər. Yəni şər söz söylədilər. Ömər radiyallahu anhu yenə dedi ki, vacib oldu. Və deyir ki, Əbul Əsvad, fəqultu mə vəcəbət ya əmirəl-müminin. Dedim ki, möminlərin əmri nə vacib oldu? Dedi ki, qultu kəmə qalə nəbi s.ə.v. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm necə dedi, elə dedim. Əyyimə muslimin şəhdə ləhu arbəətə bi xeyrin. Hansı müsəlmana 4 nəfər xeyirdə şahidlik edərsə, yəni xeyirli sözlə şahidlik edərsə, ədxələhullahul cənnə. Allah Taala onu cənnətə daxil edər. Fəqulnə və thələth. Dedi ki, 3 nəfər şahidlik etsə, qalə və thələth. Dedi ki, 2 nəfər şahidlik etsə, dedi ki, 2 nəfər də şahidlik etsə, sonra bir nəfər haqda isə soruşmadıq. Yəni göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hansı müsəlman haqda 4 insan xeyir söyləsə, ona cənnət vacib olar.
Və səhabələr istəyiblər ki, 3 də desə və həmçinin 2 də desə, bu fəzilət o insan üçün olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm təsdiqləyib onları. Və sonunda bir nəfər haqda isə soruşmayıblar. Xeyr söyləmək, yəni onun yaxşılıqlarını zikr etmək qəsd olunur. Əgər insanlar vəfat etmiş şəxs haqda xeyr söyləyirlərsə və ya onun haqda şər, yəni pis danışırlarsa və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözündən elə başa düşülür ki, ona vacib olur. Həm cənnət, həm cəhənnəm. Lakin hər ikisi arasında fərq nədir? Xeyr söylənənə cənnət vacib olur və şər söylənən isə onun üçün cəhənnəm vacib olur. Ona görə İmam Nəvavi rahimehullah Ənəsin hədisini, eləcə də Əbul Əsvədin hədisini zikr edəndən hansı ki Ömər Xattabla bərabər şahid olduqlarını zikr edib. Bu iki hədisi zikr edəndə göstərir ki, cənazələrin keçməsi ilə həm Peyğəmbər sallallahu aleyhi və səlləmin, həm Ömər radiyallahu anh'ın vacib olduğu deməsi kəlməsi səbəbdir o insan ya cənnətin, ya cəhənnəmin əhli olduğuna işarə edilsin. Və vurğulayıb ki, İmam Nəvavi rahimehullah cəhənnəm vacib olan Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi ehtimal olunur ki, münafiqlərdən olub. Ehtimal olunur ki, münafiqlərdən olur. Çünki münafiqlər Peyğəmbər sallallahu aleyhi və səlləmin əhdində, zamanında mövcud idilər Mədinədə. Və sayları da olduqca çox idi. Çünki İslamı izhar edirdilər, lakin küfrü isə gizlədirdilər. Və gəlib ki, münafiqlər cəhənnəmin ən alt qatında olacaqlar. Əgər tövbə etməsələr və tövbə edənləri istisnadılar. Və dəlildir ki, müsəlmanlar əgər vəfat etmiş kəs üçün xeyir söyləyirlərsə, bu onun cənnət əhlindən olmasına işarədir. Və vacibdir onun cənnət əhlindən olması, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb. Əgər şər söyləyirlərsə, bu onun cəhənnəm əhlindən olmasına işarədir və vacibdir ki, cəhənnəm əhlindən olsun. Peyğəmbər sallallahu aleyhi və səlləmin əhdində və ondan sonra hər iki hədis, iki şəhadət arasında fərq var. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin əhdində olan deməsi ki, vacib olduğu, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin şahidliyi iləndir. Və bilirik ki, əhl-i sünnənin əqidəsindən heç kim üçün cənnət və ya cəhənnəm əhlindən olduğu deyilmir. Heç kim üçün cənnət və cəhənnəm əhlindən olduğu deyilmir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmdən ona dəlil gəlməyincə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm kimin üçün şahidlik edibsə ki, o cənnət əhlindəndir, onun üçün deyirik ki, o cənnət əhlindəndir. Və kimin üçün şahidlik edibsə ki, o cəhənnəm əhlindəndir, onun üçün deyirik ki, o cəhənnəm əhlindəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm cənnət əhlindən olanlar haqda şahidlik eləməyi çoxdur hədislərdə. Necə ki, şəhadət edib ki, Əbu Bakır, Ömər, Osman, Əli cənnət əhlindəndir. Eləcə də digər cənnətlə müjdələnən 10 səhabə, hansı ki, Peyğəmbər s.ə.v hədisdədir ki, Əbu Bakır cənnətdədir, Ömər cənnətdədir, Osman cənnətdədir, Əli cənnətdədir, Səad ibn Əbi Vaqqas cənnətdədir, Səid ibn Zeyd cənnətdədir, Abdurrahman ibn Avf cənnətdədir, Əbu Ubeyd el-Cərrah cənnətdədir, Zübeyir ibn Avvam cənnətdədir. Bu 10 nəfər Peyğəmbər s.ə.v olaraq da şahidlik edib. Və hamısını da cənnət əhlindən olduğunu vurğulayıb. Beləcə də Ukaşə ibn Muhsən üçün o vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verəndə ki, 70 min insan cənnətə hesabsız, əzabsız girəcək. Ukaşə qalxır, deyir ki, ya Rasulallah, Allaha dua et ki, mən də onlardan olum. Və deyir ki, sallallahu aleyhi və səlləm, sən də onlardansan. Sonra digər bir kişi qalxır, deyir ki, ya Rasulallah, dua et, mən də onlardan olum. Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, Ukaşə səni qabaqlayıb. Həmçinin gəlib hədisdə Səbit ibn Qeysdən ki, radiyallahu anhudan ki, o səsi yüksək olan bir kişi idi. Və Allah Teala ayə nazil edəndə ki, ya eyyuhellezine amenu la tarfa asvatakum fawqa sawtun nabi. Ey iman edənlər, Peyğəmbərin yanında səsinizi yüksəltməyin. Yəni səsiniz Peyğəmbərin səsindən yüksək olmasın. Və la təcər ləhu bil qavli kəcəhri ba'dikum ba'da. Və danışanda, bir-birinizlə danışanda səsinizi yüksəltdiyiniz kimi, onunla danışanda da səsinizi yüksəltməyin. Ən təhbitə əməlukum və əntum lə təşurun. Siz bilmədən əməlləriniz puç olar, yəni batil olar. Puça çevirirlər. O qorxusundan evindən çıxmırdı.
Səbit ibn Qeys qorxusundan evindən çıxmırdı ki, səsi yüksək idi. Qorxurdu ki, əməlləri batil olar, puç olar, səsinin yüksək olduğuna görə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir müddət sonra axtarır onu, soruşur onu haqda və xəbər göndərir ona və o da olanı ona xəbər verir. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm çağıtdırır onu, deyir ki, bəl təişu həmidən. Əksinə sən təriflənən olaraq yaşayacaqsan. Və tuqtalu şəhidən, şəhid olaraq öləcəksən və tədxulul cənnə və cənnətə girəcəksən. Bu onun üçün Peyğəmbər sallallahu aleyhi və səlləmlə şahidlik idi cənnət əhlindən olmasına. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm şahidlik edib bəziləri üçün cəhənnəmdə olmasına. Bəzi Qureyş əhlindən olan insanlar üçün şahidlik edib ki, onlar cəhənnəmdədir. Necə ki, hədislərdə vurğulanıb bu və həmçinin Allah Taala'nın kitabında da gəlib. Məsələn, Əbu Ləhəb haqda ayrıca bir surə nazil olub. Deyir ki, Rəbbimiz orada sayasla nəran zətə ləhəb. Əbu Ləhəb alovlu bir oda girəcək. Və əmraətu həmmələtəl hatab. Qadını da, yəni hətta həyat yoldaşı da, yəni oda girəcək, odun daşıyaraq və ya o alovu odun ataraq. Ficidiyə həblun min məsəl. Boynunda lifdən olan möhkəm bir ip bağlı olaraq. Və xəbər verib sallallahu aleyhi və səlləm əmisi Əbi Talib haqda ki, cəhənnəmin ən yuxarısında olacaq, ən zəif olan alovda olacaq ayaqları, ondan beyni qaynayacaq. Və gəlib hədislərin birində ki, bir kişi soruşur Peyğəmbər sallallahu aleyhi və səlləm, atam anam hardadır? Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, atan anan cəhənnəmdədir. Yəni şahidi edir ki, onun atası anası cəhənnəmdədir. Və gəlib xəbərlərin birində ki, soruşulur Amr ibn Lühey el-Xuzai haqda və Amr ibn Lühey Xuzai Məkkəyə bütləri gətirəndir. Deyir ki, yəcurru qusbəhu finnar. O öz orqanlarını, yəni bağırsaqlarını cəhənnəmdə və odun içində dartacaq, yəni ardınca sürüyəcək. Və nəql olub Şeyxülislam İbn Teymiyyədən, rahiməhullah, həmçinin deyirdi ki, əgər ümmət kiməsə tərif desə, biz onun üçün şahidlik edirik ki, o cənnətdədir. Yəni əsaslandırır ki, ümmət zəalət üzərində cəm olmaz. Və deyir ki, ümmət əgər hamılıqla kiməsə tərif deyirsə, onun cənnətdə olmağına şahidlik etmək olar. Və misal çəkib deyib ki, misal üçün İmam Əhməd kimi, İmam Şafii kimi, İmam Əbu Hanifə kimi, İmam Məlik kimi, İmam Fəuri kimi, Sufyan ibn Uyeynə kimi və başqa imamlar, ümmətin alimləri hansı ki, ümmət tərif deyib onlara, deyir ki, biz şahidlik edərik ki, onlar cənnət əhlindəndir. Ona görə bəzi alimlər deyib ki, həmçinin Şeyxülislam İbn Teymiyyənin özü üçün də bu keçərlidir. Çünki insanlar şahidlik ediblər ona tərif deməkdə və daha doğrusu insanlar hamılıqla tərif deyiblər ona. Yalnız az bir kütlə istisna olmaqla. Şaz olanlar, hansılar ki ayrılıblar və necə bilirsiniz, kim ayrılarsa o da ayrılar. Onlar istisna olmaqla çoxları o rəydədirlər. Onun imamlığında, onun böyük alim kimi İslam üçün böyük işlər görməsində. Ona görə ona da təriflər deyiblər. Və deyiblər ki, bu söz onun haqda da keçərlidir. Çünki Ömər radiyallahu anhunun sözü hansı ki müəllif gətirib, hansı ki İmam Buxari nəql edir. Deyir ki, mən şəhidə ləhu arba və thələthə və itnən, kimə 4 müsəlman və ya 3 müsəlman və ya 2 müsəlman tərif deyərsə, ona vacib olar. Yəni cənnət vacib olar və hədisdə keçir ki, sonra biri haqda soruşmadılar, yəni səhabələr. Bir nəfərin tərifi haqda soruşmadılar, bu ilə kifayətləndilər və bu ilə də müəllif cənazə ilə bağlı ədəbləri bitirir və deyir ki, Allahdan dilir ki, Allah Taala bizi də cənnət əhlindən etsin, bizi oddan uzaq etsin, bizi cənnətdən məhrum olanlardan etməsin. Allah Taala bizə şərif faydalardan etsin. Aqulu ma tasma'un və estəğfirullah li və lakum və li sairil muslimin min kulli zəm fəstəğfiruhu innehu vel-gafurur rahim.